Yazmışsınız ki, çox pis məclis idi. Çox pis məclis değildi. Sadəcə ışıqlar sönəndə istər-istəməz həmin o məkan çox fərqli məkan kimi görünür. Və nəzərinizə çatdırım ki, mənim məclisimdə 35 nəfər qadın var idi. O məclisdə zərrə içki belə olmayıb. Demişik, gülmüşük. 2 nəfər kişi xeylağı olub. DJ, fotoqraf. Bəli. Qaldı ki, oradakı bütün qadınların hər biri əxlaqlı qadında. Lap belə əxlaqsız olsa da oldu, onun əxlaqını qorumaq sizə qalmayıb. Qaldı ki, deyirsiniz ki, Fərəhin o ad gündə yeri yox idi. Fərəh elin qızıdır. Fərəh Samirənin qızıdır. Bugünkü gündə qadınlardan, belə pis qadın meyxanaçılardan biz meyxanaçı deyəndə qadın meyxanaçı birinci bizim Samirə ağlımıza gəlir. Və mən Samirə xanıma çox hörmət eləyirəm. Qaldı ki, Fərəhə çox hörmət eləyirəm. Fərəh sizin elin qızıdır. Fərəh sizə nə pislik eləyib? Bir səhv eləyib, səhvini də üzrün istədi. Niyə 50.000 dəfə belə səhv eləyənlər olub ki? Belə pis çıxmasın, ölünü də söyüblər, dirini də söyüblər. Yenə də onu bağışlamışsınız, bugün belə pis çıxmasın, yenə də tanıdıb, sizlə bir yerdə qaynayıb qarışıb. Başa düşdünüz ya yox? Qaldı ki, viski məsələsinə, mən onu bilərəkdən demişəm ki, mənim qonaqlarım viski içib. Bəli, bəzilərinizin əlindən belə pis çıxmasın, sigaretdir, qəlyandır, hoqqa qalmır, çıxardırsınız. O şeylər düşməyən, gecə evinə yığışmayan qadınlar sizə nə olub? Söhbət bəzilərindən gedir, ha? Söhbət bəzilərindən gedir. Başa düşdünüz ya yox? Canlımı izləməyə kaydımı görüb, mənə söz atanlardan gedir söhbət. Yaxşı, ağlınızı başınıza yığın, mən sizin üçün o bu deyiləm. Sakit dayanmışam, o demək deyil ki, siz mənim saflığımdan istifadə eləyəsiniz. Elə şey olur, mən ilin başında bir dəfə özümə doğum günü eləmişəm. Siz mənim doğum günümü burnumdan niyə tökməlisiniz? Səbəbsiz yerə. Siz ad gün eləyirsiniz, düzdür? 100 nəfər toy eləyirsiniz, 100 nəfər adam çağırırsınız. Sən nə bilirsən o 100 nəfərin 2 nəfəri sənin məclisində nə eləyəcək? Toyda dava da eləyərlər, söz-söhbət də düşər. Mən Fərəhin əlinə mikrofonu verməmişəm ki, alay Fərəh, sən o sözü dinən orada. Mən bilə-bilə, hansı ağılsız qadın o icazə verər? Yox da, ay xanımlar, sizə burada sual verirəm. Hansı ağılsız qadın icazə verər ki, məclisində o söz deyilsin? Yəni, mən o qədər başıboş insanam. İldə bir dəfə mənim doğum günüm olur. Zülüm çək, əziyyət çək, layiqincə məclis elə, özünə hörmət eləyən xanımları ora çağır, söhbət gəlsin bu yerə. Mən başıboşam, mən ağılsızam. Mən ağlı başında qadınam, xanımlar. Başa düşdünüz ya yox? Siz məni başqa adamlardan səhv salmayın. Mən bu həyatda yalnız ailəsi üçün yaşayan qadınam. Yenə deyirəm, mənim bu gün haqqıma girənlər qız balalarınızdan, qız evladlarınızdan çəkin. Heç nə demirəm sizə. Bax elə, mənim bu həyatda çiynimdə olan yükü sizə arzuluyuram. Ümumi demir də, təbii ki. Əlbəttə ümumi demirəm. O ağıllı qadın özünə götürməz o sözü. Yox, sual verirəm sizə. Sizin məclisinizdir, sizin toyunuzdur, sizin belə pis çıxmasın, lap yasınızdır. Bir qonağınız çıxır orada ağzına gələni danışacaq, bir qonağınız çıxıb orada bir irad bildirəcək. Razı olarsınız ona. Hansı ağılsız məclis sahibi ona icazə verər? Mən şəxsən icazə vermərəm ona. Özü də orada vurğuluyur ki, ay saytlar, paylaşın. Mən nə bilə bilərdim? Mən orada qonağımı qarşılayıram, mən orada... Mən əslində elə bildim, zarafat eləyim. Mən də elə bilmişəm, zarafat olub. Valla mən baxmışam Tolikin verilişinə, ürəyim. Sonra gördüm ki, yox, paylaşıb, mənlə başlayır. Xanım, yenə də deyirəm, qurban olaram səni, başıva dönərəm sənin. Kəmaliyyə o məclisə görə yasaq qoyulmayıb. Kəmaliyyə 2 gün, 3 gün qabaqcadan məclisə yasaq qoyulub. Xanımlar, orada verilişə diqqət eləyin. Siz verilişə bütöv qoyun, YouTube-da baxın. Onu özləri bilərlər. Valla sağ olsun. Kəmaliyyə Günəşli bir qəpiksiz gəldi. Bir qəpiksiz gəldi mənim məclisimdə, oxudu getdi, amma kaş belə olmazdı. Bax, yəni mən burada günahsız biriyəm. Yəni bunu mən ant da içərəm. Yox, Allah. Nə deyirəm, Fərəhin 35-36 yaşı var, səhv eləmirəmsə. Mən Fərəhin əlinə mikrofon verməmişəm, ged o sözü dinən xanım. Hansı ağılsız məclis sahibi o sözü deyər ki, ged sən o sözü işlət. Ya siz eləyərsiniz o şeyi. Yəni o düzgün bir şey deyil axı. Özdə mən xətrin dünyalar qədər çox istədiyim Kəmalə mənim məclisimə gəlib, oxuyub gedib, axırda belə olur.